Bakıda yerləşən baytarlıq klinikalarından birində pişiyin ölümü ilə nəticələnən hadisə narazılığa səbəb olub. Şikayətçi bildirir ki, heyvanı sadəcə müayinə üçün aparsa da, o xəbərsiz əməliyyat olunub və nəticədə tələf olub. Mən pişiyimi əməliyyat üçün aparmamışdım, müayinə üçün aparmışdım. Amma pişiyimə baxan kimi iynəni vurdu, mən müayinəsiz, analizsiz, bunun gözü elə bir ki, nə bilim, aparatdır. Neynədin? Hələ özüm də şoka düşdüm. Sən neynədin ona? Mən deyir, bəs narkoz vurdum, bu təcili, mütləq əməliyyat olmalıdır, olmasa sabah öləcək. Amma indi danışıqları var. Burada özü də itiraf edir ki, pişik sağlam pişikdir. Siz sual verdiniz ki, sağlamdırsa niyə əməliyyat edirsiniz? Mən bilmirdim, ora nədir da? Əməliyyat otağı kimi deyil. Elə bir çöllük düzənlik idi. Əməliyyat düz 45 dəqiqə çəkdi. 4 saatdan sonra pişik oyandı. Deyirəm, sən bunu nə üsulla belə elədin ki? Mən deyir, indiki müasir üsullarla işləmirəm. Mənim özümə məxsus qaydalarım var. Səhər durdum, gördüm pişiyin halı yoxdur. Pişiyə əlimi vururam, pişik yanır istidən. Apardım 2 kiloluq pişiyə nə qədər iynə dərman vurdu. Bir gün belə getdi. Səhəri gün görürəm ki, yox, pişiyin qızdırması düşüb indi də. Getdim, yenə həmin qaydada. Həmin o preparatları vurdu bədəninə. 2 gün sonra pişik öldü. Baxıram ki, özü kəfən nədir? Sakit. Belə də olmalıydı. Mehriban Məmmədovanın sözlərinə görə əməliyyat otağının vəziyyəti də normal olmayıb. O, klinikada antisanitariya şəraitinin hökm sürdüyünü iddia edir. Onun sözlərinə görə bir otaqda həm diri, həm də ölü heyvanların saxlanması vəziyyəti daha da pisləşdirir. Pişikləri üst-üstə yığıbdır. O pişiyin içində ölü də var, diri də var, xəstə də var. Ora xəstə gələn ölü çıxacaq, sağlam da gələn xəstə çıxacaq. Bax, bu vəziyyətdədir. Tərəfimizdən qarşı tərəfindən mövqeyi öyrənilib. Klinikada çalışan veterinar həkim Ruslan Ələkbərov deyilənlərlə razılaşmır. Stat. Özünün razılığı ilə əməliyyata girilib. Əməliyyatdan sonra səhv müalicəyə görə yox, pişik öz daxili immunitetini bərpa eləyə bilmədiyi üçün tələf olub. Bununla bağlı özünün müvafiq orqanlara şikayəti olub. Şikayət əsasında araşdırma aparılır. Təmizlik, sənəd və həkimlik ilə bağlı da. Özünün iştirakı ilə gözünün qabağında bütün alətlər sterilizasiya cihazından keçib. Xanımın şikayətinin əsas mənbəyi odur ki, niyə əməliyyat otağında pəncərə var? Bir düşünün də, əməliyyat otağına təbii günəş işığının vurmasından daha gözəl nə ola bilər? İnsan da acılıdır. Nə isə pis yola əl atmaq istəyirsə atsın. Statın sonu. Məsələ ilə bağlı hüquqi baxış da var. Hüquqşünas Şamil Paşayev bildirir ki, heyvana tibbi zərurət olmadan müdaxilə və qeyri-peşəkar əməliyyat qanunvericiliyə ziddir. Veterinarlar, həkim baytarlar müvafiq qaydada ali təhsilli olmalıdır. Eyni zamanda həmin fəaliyyəti həyata keçirmək üçün ixtisaslaşmış qurumdan müvafiq dövlət orqanına lisenziya almalıdır. Tibbi zərurət olmadan tibbi müdaxilə edilməsi və yaxud da səhv tibbi müdaxilə edilməsi, antisanitar şəraitdə əməliyyat edilməsi, bunun nəticəsində heyvanın tələf olması Azərbaycan Respublikasının qanunvericiliyinin İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsinə əsasən heyvanla rəhimsiz davranma kimi xarakterizə edilə bilər. 1 aya qədər inzibati həbs tənbih tədbiri nəzərdə tutula bilər. Eyni zamanda burada cərimələr də nəzərdə tutulmuşdur. Baytar həkimin lisenziyasının olub-olmaması ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə sorğu ünvanladıq. Agentliyin Bakı regional bölməsindən bildirildi ki, qeyd olunan Bakı şəhəri Binəqədi rayonu Ziya Bünyadov küçəsi 7A ünvanlığında fəaliyyət göstərən Novavet Baytarlıq Klinikasına baxış keçirilmişdir. Stat. Baxış zamanı məlum olub ki, adı çəkilən Baytarlıq Klinikası lisenziyalar və icazələr haqqında Azərbaycan Respublikasının qanununa əsasən müvafiq lisenziya almadan fəaliyyət göstərir. Müvafiq lisenziya almadan fəaliyyət göstərən Novavet Klinikası ilə bağlı tədbir görülməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə məktub ünvanlanıb. Müraciətdə qeyd olunan məsələ ilə bağlı klinikada fəaliyyət göstərən baytar həkim Ələkbərov Ruslan Çərkəzoğlu ilə maarifləndirici söhbətlər aparılmış və baş vermiş hadisə ilə əlaqədar izahat alınmışdır. Həmçinin araşdırma zamanı qeyd olunan klinikada baytarlıq sanitariya və sanitariya gigiyena normalarına riayət olunması ilə bağlı icrası məcbur göstərişlər verilmiş, mövcud qanunvericiliyin tələbləri izah olunmuşdur. Statın sonu. Məsələ aidiyyatı qurumlara edilən şikayətlər əsasında araşdırılır. Rəbiyyə Əhmədova, Ramiq Abbasova, APA TV.